11-ci siniflər üçün biz əsas məsələ ilk etapda dinamikadan başlayırıq. Çünki illərin qəbullarını işləmək şagirdlər üçün daha faydalıdır. Bunları belə bir formatda toplamışıq. 2025 daxil olmaqla həm bir, həm ikinci qrup. Bundan sonra mütləq biz MHM nəşriyyatının kitabını işləməliyik. Düzdür, bu əvvəlkilərində, bu ilinki hal-hazırda əlimdə deyil. Çox yaxşı kitabdır, çox gözəl kitabdır. Mütləq işləmək lazımdır. Daha sonra model suallar. Mütləq model suallara da nəzər salın. Sadəcə bu ilin deyil, əvvəlkilərin model suallarına da. Daha sonra həndəsəsi zəif olan uşaqlar üçün mən seçib göndərirəm düzdür şagirdlərə PDF formatından, bu kitabdan, Karakökdən və s. Yosun kitabları çox effektlidir, dəhşət effektlidir və geometri kitabı çox gözəldir həqiqətən. Ondan sonra bəzən şagirdlər üçün Erəm nəşriyyatının bu kitabından suallar seçirik. Düzdür, bütün kitabı işlətmirik təbii ki, ona zamanımız yetməz, amma bunun içərisindən suallar çıxardıb göndəririk və bəzi güclü şagirdlər üçün də hansı ki artıq toplunu bitirir, bu testləri bitirir və onlar üçün asan gəlir. MHM nəşriyyatının bu kitabı və eyni zamanda bu kitab demək olar içərisi eynidir kitabların. Bu kitabdan seçib sualları veririk və yaxud da hər testdən 1-1, 2-2, test 1, test 2, test 3 və s. veririk və o şəkildə də davam edirik.